Və əgər normal və doğal da baxsaq, bu hərəkət 14 yaşındadır, yeni hərəkət. Qardaşlar, bazılar, bunu göndərməliyik gürdərliyə, əskərliyə. O qədər qalmadı. 3-4 ilə bunu biz belə normal və doğal da baxsaydıq, yollamalıydıq. Ona görə hazırlığımız olmalı. Ola bilsin ki, əlbəttə, bəziləri deyirlər, bu Chohreqanli bəzi şeylər deyir, amma düz çıxır, bəzi çoxu da düz çıxmır. Məsələn, bu adam deyib ki, Bakıda bir zaman hazır olmalıyıq, hazır olun, 6 ay kiminlə, 1 ilə kimin, yəni bu zamana qədər biz Güney Azerbaycan Cumhuriyyətini qururuq. Bunlar o adamlardılar ki, bu töhməti vuranlar, mənə bu yalanı yapışdıranlar. La ilahə deyirlər, illəllah demirlər. Yəni sözün yarısını eşidirlər, yarısını eşitmirlər. Yarısını bilirlər, yarısını bilərəkdən demirlər. Həməşə Chohreqanli o sözü bəli deyib, amma dalısında da bu deyib ki, əgər dünyada olan şərtlər, bugünkü şərtlər olursa, bu çox mühümdür. Bəli, bu günləri yuxara şərtlər var. Bilirsiniz, stratejinin dirəkləri var və ayaqları var. Güc, zaman və məkan, bunlar stratejinin dirəkləri və ayaqlarıdır. Əgər birisi bir strateji mətrəh edir ya bir qonunu stratejisi olaraq bir örgütün və təşkilatın və hərəkətin mətrəh edir, o hangi məkanda? O məkan mühümmüdür. Hangi zamanda? O zaman mühümmüdür. Məkanın və zamanın şərtləri var. Və güc, hansı gücdə, hansı gücə yiyələnərək, malik olaraq, sahab olaraq bunu mətrəh edir. Dünyada cərəyanda olan şərtlər o cür gedirsə, o cür qalırsa, görürsünüz ki, dünyada hər gün şərtlər dəyişir. Və bu günləri ölkələr hər şey verməyə hazırdılar, düz öz milli mənfəətlərini. Hər yerdən milli mənfəətləri gəlirsə, oradadırlar. Və hər yerdən milli mənfəətlərinə xəsarət dəyilsə, onu vurmağa və dəf eləməyə, o əngəli aşmağa gedirlər, ona hazırdılar. Ona görə dünya fırlanır və bir şəraitdə qalmır, şərtlər də dəyişilir. Şərtlər olsaydı, bəli. Yəni, İraqdan öncə İrana təxacüm olacaqdı. Bunu eləmədilər, hamısı da bugün barmaqların gözlərinə soxurlar. Hər halda şərtlər dəyişildi və o müddət və sürət ki, nəzərdə alınmışdı, o da dəyişildi. Əziz qardaşlarımız, bir də burada mən istəmirəm, ifrat eləyəm. Amma bu qədər deyim ki, mən Təbrizdə olanda bəzi məhəllələrdə bəzi ittilaat məmurları, İranın əmniyyəti və security məmurları dostlarımız çox incidirdilər. Dostlar bilirlər, mən məhəllə, şəhər ad gətirmirəm. Bunların biz bəzilərini tanınmamış dostların tərəqi ilə ki, ayrı kətlərdən və ayrı şəhərdən gətirirdik, çağırırdıq. Məsələn, filan çayın qırağına, filan körpünün yanına. Və orada nədir o ilmət oxuyarlar? Onun bizi ilə, onun vəsiləsinə, bıçağı ilə. Bunlara nəinki öldürək, lazım olan cəza və keyfə əblələrinə verilirdi. Əgər bu qədər üzləniblər, bu alçaq, xain şərəfsizlər ki, adını qoyub İmam-ı Zaman əskəri, adını qoyub müsəlman, adını qoyub İslam döyüşçüsü, İslam qoruqçusu, bu şəhidlərimizə toxin edir, ihanət edir. Şəhidlərimizin ailəsinə toxin və ihanət edir. Bizim məzlum millətin balalarına müzahim olurlar və onları incidirlər. Hər eləməz Sulduzda, Təbrizdə, hər yerdə. Bunlara cavab vermək lazımdır. Lazımdır, qiyam ola 10 nəfər, 100 nəfər, 1000 nəfər, 10 min nəfər cavab verər. Onları bircə hamısını tanımaq lazım. Bunlar bilsinlər. Əgər 1979-da Təbrizdə o millətin qanını içən və qanını tökən polisləri, pasbanları şaqqalayaraq, içkiyə bölərək mən
Gördün Bahar Xiyabanında qırmızı bağın ağzına yaxın polisin pasbanın bədənin şaqqalayıb ikiyə bölmüşdülər. Yarısı bu ağacın üstündeydi Təbrizdə, yarısı o ağacın üstündeydi. Bunlar bilsinlər ki, sabahları Allah intiqam alar, Allahın da intiqamı millətin əliyle var. Bunların dana-dana gözlərini salacaqlar. Bu qədər millətlərinə xor baxmasınlar, millətlərini təhqir eləməsinlər, millətlərinə xiyanət eləməsinlər və eləyirlər bunları tanıyın, kinasayili və imkanlarınız daxilində çəkin bunları şəhər içinə və şəhər eşiyinə və lazım olan cəza və keyfələrini verin. Bilsinlər ki, bunlar həmişə bu zülmlərinə və cinayətlərinə davam edə bilməyəcəklər. Bu qədər. Mən başınızı bundan artıq çox ağrıtmıram. Əzizlər, tikrar deyirəm, موقعیت درون çox kritikdir, çox həssasdır. Ayıq olmalıyıq, özənli olmalıyıq, diqqətli olmalıyıq və bütün şəxsi ixtilafları bir kənara bıraxaraq, bir qırağa tullayaraq milli mənfəətlərimizi nəzərdə almalıyıq və milli mənfəət hamınındır. Bütün 35 milyon Güney Azərbaycanlının. Onlar gələcəklər, yəni neşə çaqqalsız olmaz. Bu normaldır. Neşə varsa o çaqqalı da var. Bakınız, Chohreqanli bir 3 ay, 5 ay, 6 ay sonda heç bir yerdə onun əleyhinə bir hərəkət yoxdur. Bayrağımız bir 2 ay, 6 ay, 8 ay çox önəmli yerlərdə qaldırılmayanda bayrağın əleyhinə bir fəaliyyət və hərəkət yoxdur. Amma bir Chohreqanli bir danışdı, ya bayraq bir yerdə qaldırıldı. Görürsünüz ki, gene bu əlbəttə bütün intiqad, yəni tənqid və intiqad prinsiplərinə, kurallarına uyub tənqid və intiqad edənlərin hamısının əlinə öpürəm, ondan öpürəm, onlar bağrına basırım. Amma nəfki, rədddir, təhqir, alçatma və bu tip anlamı olan hərəkətlərlə fəaliyyətlər bunlar bəllidir. Bunlar həman o neşənin çaqqallarıdır ki, habbahub eləyəcəklər. Bunlar əhəmiyyət yox. Bunlar olacaqlar. Bugün onlar ki, millət dərdiləri var. Onlar ki, millətçidirlər. Əzizlər, hər şeyi bunlar unudaraq, hər şeyi kənara bıraxaraq, qoyaraq yalnız burada ulusu içində olmalıdırlar və onun hər tərəfdən, hər yöndən onun mühasirələrin düşmənlərin içində olmalıdırlar. Baxınız, Rus durumu orada, Gürcülər durumu orada, Erməni orada, Fars orada, bu yandan bəzi millətlər vardır ki, Fars faşizminin zülmünə məruz qalmalarına rağmen dəqiq incəlirik və izlirik və bizim şərəf və namusumuza, yurt və vətən və millətimizə və onun milli varlığına, məxsusən maddi varlığına göz çimlə hazırlığımız olmalıdır. Bu qədər. Allah yarınız olsun. Allah hamımıza yardım eləsin ki, bu tarixin ən həssas aşamalarından birisindəyik. Ən həssas mərhələlərinin birisindəyik və Kurtuluş Savaşındayıq. İnşallah başarıyla, uğurla bu mübarək və kutsal savaşı millətimizin istədiyi kimi ki, tam kurtuluşdur, tam özgürlüktür, tam bağımsızlıqdır və o da onun ən doğal və halal haqqıdır. Ona varaq və çataq inşallah.